Salam uşaqlar, xoş gördük sizləri. Bugünkü dərsimiz elektron təqdimatda animasiyadır. Elektron təqdimat nədir? Uşaqlar, siz aşağı siniflərdən artıq bu proqram nişanı ilə tanışsınız. Bilirsiniz ki, elektron təqdimat dedikdə PowerPoint-də yığılmış müəyyən slaydlardan ibarət olan bir, belə deyim, təqdimat nəzərdə tutulur ki, buna da elektron təqdimat deyilir. Elektron təqdimat bir neçə slaydın birləşməsindən yaranır. Təqdimatlarla işləmək üçün tətbiqi proqramlar necə adlanır? Təqdimat proqramları adlanır da, düzdürmü uşaqlar? Həmin bu təqdimat proqramlarından biz aşağı siniflərdən Microsoft PowerPoint, eləcə də OpenOffice Impress ilə tanışıq və bu gün də LibreOffice Impress proqramının adını eşidəcəyik. Animasiya elementlərini həm bir slaydın daxilində, həm də bir slayddan başqasına keçərkən tətbiq etmək olar. Gəlin görək bizə hər hansı bir slayddan başqa bir slayda keçərkən necə, belə deyim, təqdimat etmək mümkündür, o haqda baxaq, öyrənək. Mən dərslikdən heç bir şey etməyəcəm sizə. Hal-hazırda dərsliyin, belə deyim, paylaşımını sizə dayandırıram. Keçirəm PowerPoint üzərindən təqdimatımızın keçid effektini sizə göstərməyə. Uşaqlar, elektron təqdimatda bir slayddan başqa slayda keçərkən müəyyən keçid effektləri vermək mümkündür. Çünki bəzən təqdimatı dinləyən insanlar yorğun ola bilər və izləmədən sıxılmış ola bilər. Diqqəti daha çox slayda cəlb eləmək və slaydın daha maraqlı, izlənilən etmək üçün bu tipli keçid effektlərindən istifadə olunur. Keçid effektini vermək üçün biz Transitions bölməsinə daxil oluruq və burada Transition to this slide bölməsindən kənardan, buradan yuxarıdan da seçmək mümkündür və eyni zamanda sağda aşağıya açılan ox işarəsi vasitəsilə də slayda effekt vermək mümkündür. Birinci slayda effekt verdik, sonra keçirik ikinciyə. İkinciyə keçdik, effekt verdik. Sonra keçdik, üçüncüyə effekt verdik. Axırda mən sizə bunları nümayiş etdirəcəm. Görək siz bunları necə, yəni diqqətinizi cəlb eləyirmi və sizcə də, sizin fikrinizcə də slayd həqiqətən də keçid effektli olanda daha diqqət cəlb edici və daha maraqlı görünürmü, yoxsa elə düşünmürsünüzmü? Belə. Gəlin indi slaydımızın nümayişə başlayaq. Bilirik ki, slide show from beginning bölməsində biz slaydın keçidinə etmiş oluruq. Bir slayddan digərinə keçid edirik hal-hazırda. Sonra ikinci slayddan üçüncüyə keçid edirik. Üçüncüdən dördüncüyə, dörddən beşə, beşdən altıya, altıdan yeddiyə, 7-dən 8-ə bu formada biz slaydımıza keçid etmiş olduq. Slaydı bitirmək üçün də biz bilirik ki, Escape düyməsindən istifadə olunur. Bugünkü dərsimiz bu qədər uşaqlar. Sağ olun, salamat qalın. Dərsimizi dəqiq şəkildə izləməyi unutmayın. Hələlik.